Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda bax qarşıda gördüyünüz 500 sot torpaq sahəsi satılır. Hal-hazırda həmin torpaq sahəsinin ərazisini görürsünüz. Bir maşın çaydaşı bu torpaq sahəsinə aiddir. Evin arxasıdır. Yəni arxasıdır. Bax bu ərazidir. Hal-hazırda mən sizə ölçüsünü deyə bilmirəm. Çünki bax da məndə 500 sot deyilib, ancaq konkret hansı ölçüdədir o haqda məndə məlumat yoxdur. Sənədi sərəncamdır, arxiv arayışı var. Yenidən bax torpaq sahəsinin mən sizə göstərəm. Qiyməti həqiqətən çox insaflıdır, yəni 18.000 manatdır. Deməli, bax yol bu ərazidən olacaq. Gördüyünüz kimi qarşıda traktor var, sarı traktoru görmək mümkündür. Sualı ola bilər. Bax bu niyə belədir? Ona görə bu cürdür ki, səliqəsizdir hal-hazırda. Qarşıda gördüyünüz traktor işləmədiyinə görə bax bu cür qalıb. Ancaq deyilənə görə çox yaxın günlərdə deməli bu ərazi götürülməlidir. Yəni səliqəsizlik götürülməlidir. Bax bu torpaq sahəsi deməli bu qarşıda görürsünüz yəqin ki, evlərin təxminən 70-80 metrdən sonra evlər başlayır. Evlərin arxası deməli qəsəbəyə gedən asfalt yoldur da, yaxın günlərdə həmin çəkilən yoldur. Bu istiqamətdə isə avtozavod yoludur. Ova marketidir, svetofordur. Bax həmin svetofordan bu 500 sot torpaq sahəsinə qədər olan məsafə maksimum 300 metrdir. Qiyməti 18.000 manatdır. Sənədi dediyim kimi sərəncamdır, arxiv arayışı var. Gördüyünüz kimi şəhərdir. Yəni bax o həmin asfalt yoldan, mərkəzi yoldan, avtozavod yolundan bu torpaq sahəsinə qədər olan məsafə maksimum 300 metrdir. İndi isə torpaq sahəsinin ətrafını göstərirəm. Bax belə bir 500 sot torpaq sahəsinin qiyməti 18.000 manatdır. Sizlərə uğurlar.